Sumqayıtda 2-ci məhəllə ərazisində məhəllə daxili yolların asfaltlanması işləri davam etdirilir. İşlər Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və nəzarəti ilə həyata keçirilir. Görülən işlər çərçivəsində uzun müddət istismar nəticəsində yararsız hala düşmüş yollar bərpa olunur. Köhnə asfalt örtüyü tamamilə sökülərək yerinə yeni keyfiyyətli asfalt qatının döşənməsi aparılır. Asfaltlanma prosesi müasir texnika və texnologiyalardan istifadə olunmaqla icra edilir ki, bu da yolların daha dayanıqlı və uzun ömürlü olmasına imkan yaradır. Məhəllə daxili yolların yenilənməsi sakinlərin gündəlik hərəkətini xeyli rahatlaşdırır, nəqliyyat vasitələrinin təhlükəsiz və maneəsiz hərəkətini təmin edir. Eyni zamanda bu işlər məhəllənin ümumi görünüşünə müsbət təsir göstərir, yaşayış mühitinin daha abad və səliqəli olmasına xidmət edir. Qeyd edək ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən şəhər ərazisində abadlıq quruculuq işləri mərhələli şəkildə davam etdirilir. Məqsəd əhalinin rifah halının yüksəldilməsi, infrastrukturun daha müasir tələblərə uyğunlaşdırılması və sakinlər üçün daha komfortlu yaşayış şəraitinin yaradılmasıdır. Bu istiqamətdə görülən işlər Sumqayıtın sosial-iqtisadi inkişafına mühüm töhfə verir. Şəmsdan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.